Türkiye Prezidenti Recep Tayyip Erdoğan'ın himayəsində Türkiye Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan Antalya Diplomatiya Forumu, diplomatiya, beynəlxalq əlaqələr və qlobal çağırışlar üzrə fikir mübadiləsi aparmaq üçün yüksək səviyyəli beynəlxalq platformadır. Antalya Diplomatiya Forumu ilk dəfə 2021-ci ildə baş tutub. 18 aprel 2026-cı il tarixində gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək mövzusunda təşkil edilən 5-ci Antalya Diplomatiya Forumu işə başladı. 3 gün davam edən forum çərçivəsində liderlər panelləri də daxil olmaqla 40-dan çox tədbir və sessiya keçirildi. Ənənəvi olaraq bu ildə Azərbaycan Prezidenti İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva Recep Tayyip Erdoğan'ın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumuna qatıldılar və forum çərçivəsində təşkil olunan tədbirlər də fəal şəkildə iştirak etdilər. Prezident İlham Əliyevin keçirdiyi görüşlər və verdiyi mesajlar xüsusi əhəmiyyət daşıyır. Türkiye Prezidenti Recep Tayyip Erdoğan'la görüşdə iki ölkə arasında strateji müttəfiqlik bütün istiqamətlər üzrə müzakirə olundu. Regiondakı son proseslər fonunda təhlükəsizlik, geosiyasi reallıqlar, Azərbaycan-Ermənistan sülh prosesi, həmçinin logistika, nəqliyyat dəhlizləri və enerji ixracı əsas mövzu oldu. Moldova Prezidenti Maya Sandu ilə görüşdə isə Avropa İttifaqı ilə əməkdaşlıq, enerji təhlükəsizliyi və logistika marşrutları diqqət mərkəzində oldu. Pakistanın baş naziri Şahbaz Şərif ilə keçirilən görüşdə xüsusi siyasi əhəmiyyət daşıyır. Prezidentin Suriyanın keçid hökumətinin rəhbəri Əhməd Əl-Şaara ilə görüşü Azərbaycanın yaxın şərqdə proseslərə aktiv yanaşdığını nümayiş etdirir. Şimali Kipr prezidenti ilə görüş isə Türk dünyasında həmrəyliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir. Prezidentin köməkçisi Hikmət Hacıyevin forum çərçivəsində çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sisteminə yanaşmasını əks etdirən mühüm mesaj kimi qiymətləndirilir. O, regionda 3 və çox tərəfli əməkdaşlıq modelinin formalaşdığını vurğulayaraq, Cənubi Qafqazda inteqrasiyanın yeni mərhələyə keçdiyini qeyd etdi. Bu prosesdə Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin əsas dayaqlarından biri olduğu bildirildi. Hikmət Hacıyev post-münaqişə dövründə sülh gündəliyinin irəlilədiyini də vurğuladı. Bu, Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi və əməkdaşlığa keçidin gücləndiyini göstərir. Azərbaycanın Zəngəzur dəhlizi və digər bağlantı layihələri isə regionda yeni iqtisadi xəritənin formalaşmasına, həm infrastrukturun inkişafına, həm də siyasi etimadın artmasına xidmət edən strateji amil kimi təqdim olunur. Antalya Diplomatiya Forumu Azərbaycanın hər cəhətdən müsbət reallıqlarını dünyaya təqdim etmək və unikal təcrübəsini bölüşmək üçün gözəl imkandır. Prezident İlham Əliyevin ənənəvi olaraq Antalya Diplomatiya Forumunda iştirakı Azərbaycanın dünya siyasətində mühüm söz sahibi olan dövlətə çevrildiyini bir daha nümayiş etdirir. Danılmaz faktdır ki, Azərbaycan yalnız Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rol almır. Eyni zamanda davamlı olaraq sülh və diplomatiya təşəbbüsləri irəli sürməklə beynəlxalq birlikdə fəal mövqe tutur. Regionun və dünyanın gələcəyinə öz töhfələrini verir.